aradan bir son zəylərə baxıram, təsadüfən də, indi mən YouTuberəm, qarşıma çıxır. Biz məktəbdə oxuyanda uşaqları təqdim eləyəndə deyirdilər ki, bu məktəbin fəxridir, tenis üzrə Respublika çempionudur, rayon mükafatçısıdır və yaxud da futbol üzrə, güləş üzrə. İndi deyirlər TikToker Abbasqulu Səlimov məsəl üçün. Yəni, hərdə vəziyyətin necə olmağı buradan bilinir. Sözün birin qoyub keçirəm o birisinə. Bu aprel ayındakı yağıntılarla bağlı Kür çayının da səviyyəsi qalxıb. Kür çayının səviyyəsi qalxmayıb. Kür çayı ona görə deyirəm. Sovet vaxtı kərə yağın görənlər bilir ki, kərə yağı necə olmalıdır. Sovet vaxtı biz görmüşük ki, Kür çayı yazda, payızda qazılır. Və əlbət ki, orada indi qazılmır, dərinlik yoxdursa, su səthi üzlə getdiyinə görə basıb bəndə kimi, yulğunluqlara kimi gəlib çıxıb. Sel dedim, yadıma düşdü. Əslində bu videonun çəkilməyinə məqsəd o idi ki, bəd xəbərin niyə belə tez yayılmağına, bu günləri bir dənə bəd xəbər haqqında məlumat verir ki, 100 baş qoyun öldü, ölkəyə sel apardı. Görəcəksən ki, 1 milyon baxış var. Bunun ibtidaisi var, fundamentalı var. Ta bini qədimdən insan hələ meşədən təzə çıxmağa başlayandan deyirdilər ki, məsələn, Tükəzbanı dağın dalında şir parçalayıb və yaxud da ki, timsah çayı keçəndə avtomobili gidi. Sağ qalmaq məqsədi ilə bəd xəbər tez yayılırdı. Yəni, insanlar sağ qalmaqdan ötürü bəd xəbəri sivaska olaraq bir-birinə ötürürdü və 40 min ildə meşədən çıxmağımıza baxmayaraq, yenə də bəd xəbər tez yayılır. Bunun da bir növrəsi var ki, yəni, insanlar sağ qalmaqdan ötürü dağın dalında qurd var, orada avtomobili timsah yiyib, buradan sel axdı, bu qədər.